Toğ ayağı yedik, o vəziyyətdəydi. Getdik, atdıq şuba, içdik, yıxıldıq, yatdıq. Valla bir də vəziyyət çox pisdir. Bizi yəni sıxışdırıblar, hərəkət eləmək olmur. Nə vaxtdan belədir vəziyyət? Nə vaxtdan beri 2 aydır, 3 aydır belədir. 2-3 aydır lap pis. 2-3 aydır lap şiddətlidir. Pis deməmək, şiddətlidir. Zorakılıqda ayaq elə bu. Can, şükür Allah'a firavanlıqdır, sakitçilikdir. Bundan razıyıq. Amma yəni bu qarın da görə tox olar da. Bir tuaya çağırırlar, getmək olmur. Yaşa getmək olmur. Ölü də pulla olub indi. Adam var, ölüsü ölür, qorxur, can verir. Deyir, ölsəm bu nə ilə götürəcəm yerdən. Ölüdən də qorxurlar artıq. Qabağıma deyirdi, ölmək haqdır. İndi o da məhv olub. Ümumiyyətlə, çox pis vəziyyətdə. Yəni, nətər deyim, hətta gözümüzə yuxu getmir ki, səhəri nə eləyəcək? Fikirləşirik, sərvətçiliyi yox. Amma ən azından bu qancı rüşvət azalsaydı, bu getdiyimiz yerlərdə bu məşğulluq idarələri var. Gedir işğalatla çay içirlər. Otururlar qoltuqda belə-belə fırlanırlar. Vətəndaşı araya qoyurlar. İş istəyirsən naqadi fəhləliyə yönəldirlər. Gənc nəsil fəhləliyə getsə, hamı fəhləlik olmaz. İşin normativləri olmalı, bir şey olmalı, zavod olmalı, sektor olmalı, peşə olmalı. Bu alver nədir ki? Elədin staj yazılmır. Sabah mən 50 yaşımda kim gətirib mənə pul verəcək? Kim çörək pul verəcək? Hardan staj tələb edəcəm? Hardan tırdavoy alacam? Kimdən alacam tırdavoy? Pensiya çıxanda. Bəlkə yəni sabah da 50 yaşımda mən kimdən tırdavoy? Bir gün də özümlə əliləm, cibimdədir. 47 manat pensiya alım. Bir gün getmişəm pensiyanı çıxarmağa, evdən bir iki şey tapşırıblar, buraxmayıblar pensiyanı. Mən 3 gün başqa bir şeylə başımı qatmalıyam ki, fırlamalıyım. Ya da kimdənsə borc alım. İndi elə vəziyyət ki, heç pul vermir. Heç qınamaq da olmur. Çünki hamı qazancı özünə yetərincədir. Özündən artığına yoxdur. O qabaq idi, qardaş dost deyirdi ki, nə qulluq edeyim, nə hörmət edeyim, nə 5 manat kömək edeyim. İndi o qədər gərginçilikdir ki, 5 manat kim keçməsə pul verə bilmir. Kimisə qapısını döyüb, qabaq mənə yadıma gəlir 2004, 2003 vəziyyət yaxşı idi. Heydər Əliyev hakimiyyəti qəşəng idi. Qonşu gəlirdi, tamata naxadı verirdin, soğana gəlirdi, olurdu da. Yəni hər şeyi verirdin. İstədiyin paltarı al. Bir gün paltara bax bir dənə qardaş, yamatdırıb geyinirik. Müstəqil hazır yamatdırıb geyinirik. Hə bu nə demək? Bu nədir ki? Bunu biz alamırıq. Gör nə vəziyyətdir. Avtobusa minəndə əlimizi cibimizə salırıq ki, görən olmasın. Əsas yaşayışdır. Başa düşürsən, evdən çıxanda axşam çörək aparmaq lazımdır. Bir gün biz doğulub yaranmamışıq ki, dursaq ola. Cəmiyyətin kiminsə anasının, bacısının sepini oğrayaq. Sən əziyyət çəksən, mən sənin cibimə girməliyəm. O elə deyil. Elə olmalı deyil. Amma yetərincə cibində pul olsa, kimisə cibinə girməyə nəyə lazımdır ki? Cibinki gündə oğruq başalıb gedir, cibgiriyi başalıb gedir. Yata bilmirsən, adam qorxur. Nəvə gedir, nənənin cibinə girir. Gözü görməyən nənənin cibinə oğruq edir. Artıq onu gözü görmür, onsa canlı-canlı da oğraya bilərsən. Oğruyurlar, yandırıb gedirlər. Artıq şiddətlidir. Bunun səbəbi yəni bir də ancaq krizisə görə. Qoymurlar, artım yoxdur. Baxırsan, hamı bahalı maşın, saat. Maraqlıdır da, nə, hardan alıb? Halallıq deyirsə, bu da halallıqdır. Bundan ocu yoxdur. Suyun içində tam sərbəst. Sənin Müslüman çıxış elədi, qardaşım. Ki, belədir, pensiya belədir, cəmaət belədir. 10 dəqiqə sonra internetdə izlədim ki, sənin Müslüman 3 mərtəbəli ev tikdirir. Hətta evin içində lift də var. Evin içində lift də var. Biz evimizin yerinə pol vurmamışıq. Bu insan evin içində lift qoyub. Kimin pulu ilə bu? Pensionerlərin.